Salam hörmətli izləyicilər. 13 aprel 2025-ci il tarixdə 9-cu siniflər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı keçirilmişdi. Azərbaycan dili fənni üzrə C variantından qrammatika suallarının izahına baxaq. Sual 27. Bağlayıcı və ədat işlənmiş sıranı müəyyən edin. Nədə? Əlbəttə. Əlbəttə modal söz olduğu üçün A variantı, cavab variantımız ola bilməz. A variantını çıxdaş edirik. Gah ötürü. Ötürü qoşmadır. Cavab variantımız ola bilməz. Bəs daha hər ikisi ədatdır. Cavab variantımız ola bilməz. Məgər, məs. Hər ikisi ədatdır. Cavab variantımız ola bilməz. E variantı o cümlədən bəli bağlayıcıdır. Kaş da ədatdır. Ona görə də cavabımız E variantı olacaqdır. 27-ci sualda E variantı. Sual 28. Həmcins mübtədalı cümləni müəyyənləşdirin. A. Daşlı, kəsəkli səhrada böyük şəhər salınmışdı. Daşlı, kəsəkli səhrada. Hansı səhrada? Daşlı səhrada. Hansı səhrada? Kəsəkli səhrada. Bunlar həmcins təyinlərdir. Ona görə A variantı cavab deyil. Dünəndən nə yatır, nə də dincəlirdi. Nə yatırdı, nə də dincəlirdi. Həmcins xəbərlərdir. Cavab variantı ola bilməz. Böyük də, kiçik də meydana axışırdı. Nə edirdi? Axışırdı kim? Böyük, kim? Kiçik. Bəli, hər ikisi mübtədadır, həmcinsdir. Cavab C variantıdır. D. Zəncin vurulduğunu və müəllimin gəldiyini indi bildi. Nəyi indi bildi? Zəncin vurulduğunu, nəyi indi bildi? Müəllimin gəldiyini. Hər ikisi həmcins tamamlıqlardır. Cavab ola bilməz. E variantı. Səhər asılar-asılmaz bağçanı və həyəti səlqə saldı. Haranı səlqə saldı? Bağçanı, haranı, həyəti. Hər ikisi həmcins tamamlıqdır. Haranı sualına cavab verir. Ona görə cavab variantı ola bilməz. Cavabımız C variantı. Növbəti 29-cu sual. Cümlələr əsasında uyğunluğu müəyyən edin. Mən gələndə yağış yağırdı. Nə edirdim? Yağırdım. Xəbər. Nə yağırdım? Yağış mübtəda. Nə zaman? Mən gələndə. Bu da zaman zərfliyi. Mən gələndə mağazadan kitab aldım. Nə etdim? Aldım. Xəbər. Kim aldım? Mən. Nə vaxt aldım? Gələndə. Zərflik. Hardan aldım? Mağazadan. Bu da zərflik. İndi cavablara baxırıq. 1, 2. Zərfliyin mənada 2 növü işlənib. Baxırıq, ikincidə işlənib. Həm yer, həm də zaman zərfi var. Ona görə 2-yə uyğun gəlir A variantı. Mübtəda isimlə ifadə olunub. Bu 1-ə uyğun gəlir. Yağış sözü. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənib. Burada uyğun gəlir 1-ə C. Əmr cümləsidir. Baxıram, heç bir əmr cümləsi deyil. Hər ikisi xəbər cümlədir. Feilin belə deyək ki, xəbər şəklindədir və nəqli cümlə hesab olunur. Növbəti ilk söz cümlədə kim sualına cavab verir? Bəli. Bu da uyğundur 2-yə. Kim aldı? Mən. Amma birinciyə uyğun gəlmir. Ona görə ki, birincidə mən gələndə birlikdə tərkibdir. Feili bağlama tərkibi farsilə bilmərik. Çünki mən sözü ilə yağırdı sözü bir-birinə əlaqəyə girmir. Ona görə tərkibin daxilindədir. Amma ikincisində aldım sözü ilə mən sözü sintaktik əlaqəyə girir. Uzlaşma əlaqəsindədir. Ona görə bu da kim sualına cavab verir. 1BC, 2AB cavabımız olur. D variantı. A variantı çıxdı, C variantı çıxdı, E variantı çıxdı, B variantı çıxdı. Davam eləyək. Bu hissəni silək ki, təmiz qalsın, bizə lazım ola bilər. 30-cu sual. Feili bağlama hərəkətin tərzini bildirir. Feili bağlama hərəkətin zamanını bildirir. 1, 2. Yenə də qoyaq buradan. Davam eləyək. Düşmən qorxub geri çəkildi. Burada geri çəkilməyi qorxmaqdır. Bu səbəbdir. A heç birinə uyğun gəlmir. Ana çıxıram. Əsmər xala pəncərəyə yaxınlaşanda oğlunu gördü. Gördü nə vaxt? Pəncərəyə yaxınlaşanda. Burada feil bağlama hərəkəti zamanını bildirir. 2-yə B uyğun gələcək. Sonra uşaq ayağını yerə dirəyib ayaq üstə durmaq istədi. Uşaq
nə tərzdə ayaq üstə durmaq istədim? Yerə dirəyib, yerə dirəyərək. Bu da uyğun gəlir 1-ə, C. Növbəti ana içəriyə keçər-keçməz telefon zəng çaldı. Nə zaman ana içəriyə keçər-keçməz? Bu da uyğun gəlir 2-yə, D. Növbəti. O əllərini qoynuna qoyub bir kənarda dayanmışdı. Nə tərzdə əllərini qoynuna qoyaraq, bu da hərəkətin tərzini bildirir. Fe'li bağlama tərkibi C-E. 1'e oldu C-E, 2 oldu B-D. A variantı değil, B değil. Bəli, C variantıdır, D de değil, E də deyil. Cavab oldu, deməli, C variantı. Bu hissəni silə yenə təkrar və davam eləyək. 31-ci sual. Bir balaca boyu var, dam dolusu toyu var. Bu cümlədən hansı bağlayıcı işlənə bilər? Bir balaca boyu var, amma dam dolusu toyu var. Bu da qarşılaşdırmadır. Ona görə D. Amma sözü işlənməsi uyğundur. Davam edək. 32-ci sualda. Dilək. Bəli, dilək sözüm düzəltmədim. Dil, dilə, dilək. Düzəltmə sözdür. Biri götürərik. Kələk sadədir. Getdi. Oyaq sadədir, getdi. Dayaq, bəli, dayamaq və dayaq. Bu da uyğun gəlir. 1, 4. Qovaq, xeyr. 5-i çıxaram. Feil kimi düşünsən belə biz onları qovaq nə edək? O düzəltmə olmayacaq, sadə olacaq yenə də. Bəzək, bəli, bəzəməkdən bəzək ismi yaranır. 6. Cavab 1, 4, 6 B variantı. A deyil, C deyil, D deyil, E deyil. B variantıdır. Növbəti sualla davam edirik. 33. Hansı cümlədə adi azaltma və çoxaltma dərəcəsi sifətləşdirir? Yəni, hər üçü. Baxıram. Möhkəm zəncirə qarımtıl dəmirə bərkidilmişdir. Möhkəm, qarımtıl, bunlar adi və azaltma var. A olmaz. Qablar tərtəmiz, ağ süfrə düzülmüşdür. Birində çoxaltmadır, birində adidir. Bu da olmur. Ağ, sarımtıl və tünd qırmızı, bəli, ağ, adi, sarımtıl, azaltma, tünd qırmızı isə çoxaltma dərəcəlidir. Cavab C variantı. D niyə olmaz? Sərt, sıldırımlı qayalar vahiməli görünürdü. Sərt, vahiməli, sıldırımlı, hər üçü adi dərəcədə, ona görə olmur. Mağazadan açıq göy rəngdən pambıq parça aldım. Burada da açıq göy çoxaltma dərəcəsində olduğu üçün cavab olmaz. Cavab elə C variantı olacaqdır. Növbəti 34-cü sual. Hansı sözdə nöqtələrin yerinə Q hərfi yazmalıdır? Qonaqa. Xeyr, özündən sonra sayt ilə başlayan şəkilçi və söz gəlirsə Q, Q-ya çevrilir. Qonağa şəklində. Qışlaqda. Belə cavabımız B variantı olacaqdır. Qışlaqda, çünki samit ilə başlayan şəkilçi əlavə olunub. Yarpağı yenə də saitli olmaz. Buruğun olmaz. Buruğun olar, çünki sait ilə başlayan şəkilçi gəlib. Dağlar. Dağlar yox, bu dağlardır. Dağlar sözü yoxdur. E-də olmaz. Cavab elə B variantıdır. Davam eləyək növbəti 35-ci sualla. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edək. Deyəsən, tip məntəqəsində işləyir. Deməli, qeyri-müəyyən şəxsli cümlənin xəbəri yalnız üçüncü şəxsin cəmində olur. Cəmdə olmayanları silək. Deyəsən, tip məntəqəsində işləyir. Bu müəyyən şəxsli cümlədir. Mübtədə olmasa belə bərpa edə bilirik. Onu nahaq yerə gözdə salıblar. Bu qalsın. Yazma kitabı vərəqləməzlər. Buradalar var, qalsın. Rüstəmin onu acığı tutmuşdu. Rüstəmin onu acığı tutmuşdu. Bu mübtədə yoxdur, bərpa oluna bilmir. Şəxsiz cümlədir. Getdim. Qızılqayadan ötəndə günorta idim. Burada da yoxdur. Mübtədə şəxsiz cümlədir. E-də getdi. B və C. C olmaz. Niyə olmaz? Çünki onlar bərpa eləmirəm. Eləsəm məzmun pozlar. Çünki buradakı fikir hamıya aiddir. Onun üçün də ümumi şəxsli cümlədir. Yazılmayan kitabı vərəqləməzlər. Bu hamıya aid bir işdir və ümumi şəxsli cümlə hesab olunur. Ona görə C olmur. Onu nahaq yerə gözdən salıblar. Onları bərpa edə bilərəm, amma bərpa etsəm artıq olacaq müəyyən şəxsli cümlə. Bərpa etmədən təsəvvürdə canlandıra bilirəmsə, deməli bu olur qeyri-müəyyən şəxsli cümlə. Cavab B olacaq. Maraqlı və gözəl sualdır. Növbəti. Hansı cümlədə mübtəda fe'li sifət tərkibi ilə ifadə olunub?
mübtəda olsun, fe'l sifət tərkibi ilə ifadə olunsun. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Mənim böyük əmimdir xəbər. Kim? Bu rəsmləri çəkən cavab A variantıdır. Danışanlar bu məsələdə ancaq cavabı günahkar bilirdilər. Kim? Danışanlar bu fe'l sifətdir, tərkibi deyil. Tərkib ən az 2 müstəqil sözünə ibarət olmalıdır. Gələnləri qarşılamaq. Burada da kimi, gələnləri, həm də ki fe'l sifət var burada, tərkib yoxdur, cavabı olmaz. Bu söz söhbəti yayanları sədr cəzalandırmışdı. Burada fe'l sifət tərkibi var. Bu söz söhbəti yayanları, amma mübtəda yox. Tamamı vəzifəsindədir, cavab D olmaz. Yaylağa qalxanda bu darcıqlardan keçib gedirdilər. Nə zaman? Yaylağa qalxanda burada fe'l sifət tərkibi yox. Fe'l bağlama tərkibi var. Yaylağa qalxanda bu da olmaz. Cavab olacaq elə A variantı. Belə əziz izləyicilər, ümidvaram ki, izahımız sizin üçün aydın oldu. İzlədiyiniz üçün təşəkkür edirəm.